Mən bunların, sünnilərin kitablarından bunlara sübut eləyəcəm ki, bu vəhabilər ki, özlərin əhl-i sünnə vəl cəmaa adlandırır. Həmən sünni kitablarından mən sizlərə gətirəcəm bunları ki, nə qədər adamlar, nə qədər sahabə etiraz elədi və beyət etmədi Əbu Bəkirdən. Baxın, Kitab-ı Riyaz-ı Nəzirə fi Mənaqibil Əşərə. Bu kitabı Muhibbiddin Təbəri Şafii yazıbdır. Bu kitabın təhqiqini edən və təliq vuran Əl-Hümeyri olubdur. 2-ci cildində Darul Qərbil İslamidə çap olunubdur 1996-cı ildə, 1-ci növbədə. Əzizlər, bu kitabın bu cildinin 214-cü səhifəsində belə yazır. Və təxəlləfə ən beyəti Əbi Bəkr yevmə izin Səd ibn Übadə fi taifətin minəl Xəzrət. Deyir ki, o beyət günü Əbi Bəkr ilə beyət günündə deyir təxəllüf edən şəxslər bunlar oldu. Yəni müxalifət elədilər, yəni etiraz etdilər, yəni Əbu Bəkr ilə beyət etmədilər. Kim idi? Səd ibn Übadə idi. Səd ibn Übadə heç vaxtda beyət eləmədi, nə Əbu Bəkr ilə, nə Ömər ilə. Axırda Ömər ibn Xattab onu göndərdi, öldürdülər və atdılar cinlərin üstünə. Bu da biri. Əli əleyhissalam və onun evladları müxalifət elədilər. Abbas, əmmi Rasulillah, Peyğəmbərimizin əmisi Abbas müxalifət elədi və Bənuhu fi Bəni Haşim və onun övladları Bəni Haşimdən onlar da müxalifət elədi. Təlhə, Səlman, Əmmar, Əbu Zər, Miqdad və qeyruhum minəl mühacirin və mühacirlər də bəziləri çox hissələri demək olar ki, müxalifət elədilər Əbu Bəkr ilə və Xalid ibn Səid ibn As bunların hamısı müxalifət eləyirdi Əbu Bəkr ilə. Amma sonra o qədər oyunlar çıxartdılar Əbu Bəkr ilə Ömər, sonra deyir ki, sümməyinəhum bayəvu kulluhum. Sonradan bunlar beyət etdilər. Nə üçün əvvəldə Əbu Bəkrin xilafətini qəbul etmədilər bunlar? Zorla sonradan bunların bəzilərini zorla apardılar, beyət etdirdilər. Bəzilər deyə bilər ki, yox bəs Həzrət Əli əleyhissalam bəs niyə durub döyüşmədi, niyə durub haqqını almadı? Qardaş, əgər ağlınız başınızdadırsa biraz fikirləşin. Həzrəti Əli əleyhissalam əgər həmən zaman İslam dininin həmən vaxtlarında durub müharibə etsəydi Əbu Bəkr ilə, Ömər ilə, axı Peyğəmbərimiz ömrünün axırında Usamət ibn Zeydi göndərirdi Romaya, orada Romalılarla müharibə etsin. Onlar gəlirdilər İslam əleyhinə döyüşməyə. Əgər Həzrət Əli əleyhissalam qalxıb daxili bir müharibə düşsəydi, daxili müharibə olsaydı, Romalılar bir tərəfdən gələcəkdi, Sasanlar bir tərəfdən gələcəkdi, Peyğəmbər iddiası eləyənlər bir tərəfdən qalxacaqdı. İslamda İslamlıq qalardı. Din qalardı bəyəm yer üzündə. Niyə biraz ağıllınızla təfəkkür etmirsiniz? Deyirlər, yox bəs Əli niyə durub haqqını tələb etmədi? Haqqını tələb etdi, amma zor gəldi. Amma Əbu Bəkr, Ömər, Osman elə bir oyunlardan çıxdılar, onun ətrafındakı adamlar elə bir oyundan çıxdılar ki, olmadı.